İndi uşaq nikahdan kənar uşaqların necə müəyyən olunur və məsələ atalığı. Burada birinci, əgər uşaq dünyaya gələndən sonra o qadın və onun, uşağın atası birlikdə qeydiyyat şöbəsinə ərizə verməklə uşağın atalığını müəyyən eləyə bilərlər. Yəni həm qadın, həm də kişi birlikdə yazılı ərizə ilə qeydiyyat şöbəsinə müraciət edir ki, qadın deyir, bəli, bu uşağın atası həmin şəxsdir. Həmin adam da deyir ki, bəli, bunun atası mənəm və onu o formada qeyd olunur. Əgər ana ölürsə, ana fəaliyyət qabiliyyəti olmayan hesab edilirsə, ananın yerini müəyyən etmək mümkün olmayanda və yaxud da o ana valideyn hüququndan məhrum ediləndə atası yalnız ərizə ilə qeydiyyat orqanına müraciət edərək həmin şəxsin uşağın atası olmasını təsdiq